Marinoğlu polisi küllü miqdarda pul vəsaitinin mənimsənilməsi ittihamı ilə bir nəfəri saxlayıbdır. Məlumata görə şübhəli şəxs ona etibar edilmiş 10.000 Amerika Birləşmiş dollarını mənimsəyib. Şəxs Sarp-İsərə keçid məntəqəsində saxlanılıbdır. İstintaq davam edir. Təqsirləndirilən şəxsi 11 ilədək həbs cəzası gözləyir. Batumidə qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı bir nəfər saxlanılıbdır. Polisin məlumatına görə 1995-ci il təvəllüdlü şəxs məişət zəminində yaranan mübahisə zamanı qonşusuna bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilibdir. Şübhəli şəxs hadisədən dərhal sonra saxlanılıbdır. İstintaq davam edir. Təqsirləndirilən şəxsi 15 ilədək həbs cəzası gözləyir. Muxranidə qanunsuz silah əldə edilməsi və saxlanılması faktı üzrə 2 nəfər ifşa olunubdur. Polisin məlumatına görə sosial şəbəkələrdə yayılan video əsasında aparılan araşdırma zamanı onların havaya atəş açdığı müəyyən edilibdir. Axtarış zamanı 5 odlu silah və 22 patron götürülübdür. Faktla bağlı istintaq davam edir.